Sərhəddə atışma dayanmır. Sülhdən necə danışaq? Ermənistan sülh müqaviləsinə hazır deyil və Azərbaycana qarşı təxribatlarını davam etdirir. Bu sözləri politoloq Zaur Məmmədov deyib. O, Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları haqda danışarkən bildirib ki, Ermənistan ordusu bir aya yaxındır atəşkəsi pozur. Mart ayının ilk həftələrində Ermənistanın Müdafiə Nazirliyi tərəfindən bu inkar edilirdisə, son bir həftə ərzində erməni sakinlərinin video çəkilişləri zamanı yaşadıkları kəndlərdə atəş səslərinin eşidilməsi ilə bağlı paylaşımları faktları inkar edən Ermənistan Müdafiə Nazirliyini, həm də eyni bəyanatlar səsləndirən Avropa İttifaqı mülki monitorinq missiyasını ifşa etdi. Zaur Məmmədov deyib ki, bu Ermənistanın bölgəni yeni müharibəyə qərq etməsi ilə bağlı atdığı addımların yalnız bir neçə istiqamətidir. Həm Ermənistanda, həm də Qərbdə odla oynadıklarını başa düşməlidirlər. Baş verənlər Zəngəzura qayıdış məsələsinin Azərbaycan üçün necə vacib strateji əhəmiyyət daşıdığını bir daha sübut edir. Ermənistan Müdafiə Nazirliyindən sərsəm açıqlama. Bakıdan sərrast reaksiya. Ermənistan-Azərbaycan sərhədində bəzən atışma qeydə alınır. Lakin belə hallarda Ermənistan Müdafiə Nazirliyi atəşkəs rejiminin pozulması ilə bağlı açıqlama vermir. Bu absurd açıqlamanı Ermənistan Müdafiə Nazirliyi yayıb. Nazirlik şərti sərhəd zolağının müxtəlif yerlərində atəş açılması ilə bağlı internetdə yayılan mesaj və videoları belə şərh edib. Qeyd edək ki, son vaxtlar Azərbaycan bir neçə gün ardıcıl olaraq Ermənistanı öz mövqelərini atəşə tutmaqda ittiham edib. Ermənistan Müdafiə Nazirliyi isə bu açıqlamaları təkzib edib. Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qəribə açıqlama yayıb. Nazirliyin bəyanatında yazılıb ki, ara sıra havaya açılan atəşləri atəşkəsin pozulması kimi qiymətləndirmir və bu güya təhlükə yaratmır. Bu bəyanatı belə də oxumaq olar. Ermənistan hərbçiləri əmrə tabe olmayaraq ara sıra havaya atəş açırlarsa, bu atəşkəsin pozulması demək deyil. Kim zəmanət verə bilər ki, havaya açılan atəş Azərbaycan mövqelərinə tuşlanmır? Əslində Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı atəşkəs pozulmur bəyanatının inkarıdır. Belə çıxır ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki hərbçilərinə nəzarət edə bilmir. Bunu Baş nazir Nikol Paşinyan da bir neçə gün əvvəl Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar ifadəsi ilə etiraf etmişdi. İrəvan Avropa Birliyi ilə bağlı qanun layihəsini təsdiqlədi. Ermənistan parlamenti Respublikanın Avropa Birliyinə daxil olması prosesinin başlaması haqqında qanun layihəsini ikinci və yekun oxunuşda təsdiqləyib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qanun layihəsinin lehinə 67, əleyhinə isə 7 deputat səs verib. Pezeşkiyandan Urmiyada Azərbaycan dilində kritik mesaj. İran prezidenti Məsud Pezeşkiyanın jurnalistlərə son açıqlamaları diqqət çəkib. O, Urmiya gölünün quruması ilə bağlı sualları cavablandırıb. Pezeşkiyanın suallara Azərbaycan dilində cavab verməsi isə maraqlı qarşılanıb. Kənd təsərrüfatı sahəsində 27-ci layihə həyata keçirilməli idi. Amma həyata keçirilmədi. Niyə həyata keçirilmədiyini araşdırmalıyıq. İran prezidenti bildirib. Araqçının İrəvandakı bəyanatları. İran nədən narahatdır? Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən İranın Azərbaycanı Naxçıvana birləşdirən yolla bağlı çox aydın mövqeyi var. İranın eskalasiya riskindən narahatlığı da məhz bu mövzudadır. Bu sözləri Rusiyalı şərqşünas Viktor Nadeyn Rayevski, İran Xarici İşlər Nazirliyinin başçısı Abbas Araqçının Ermənistanın səfərini şərh edərkən deyib. O hesab edir ki, İran Ermənistanla daha sıx xarici siyasət koordinasiyasını həyata keçirmək istəyir. Lakin Ermənistanın Qərblə münasibətləri buna müəyyən qədər mane olub. Baxmayaraq ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidentinin administrasiyası Cənubi Qafqazda fərqli siyasət yürüdür və bu Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa vadar edir. Burada problem yeni administrasiyanın kəskin anti-İran mövqeyində olmasıdır. Ümumiyyətlə, Ermənistan-İran münasibətlərinin inkişafı geosiyasi mürəkkəbliyi olan bir prosesdir. Lakin bu, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərində problemlər yaşayan Ermənistan üçün çox vacibdir.